Salam, hər vaxtınız xeyir olsun. Bugün OTK sınağının izahına baxırıq. Birinci, börək ləyənlərinin sayı. Bilirik ki, bir cüt börəyə rast gəlindiyinə görə börək ləyənlərinin sayı olacaq 2. Bu zaman 10-la eyni miqdarda olan, yəni sayı 2-yə bərabər olan x-i müəyyən edək. Bilirik ki, börək arteriyalarının sayı hər börəkdə 1 dənədir. Sidik axarlar hər börəkdən 1 dənə çıxmış olur, yəni 2 dənə olacaq. Börək venaları da 2 dənə börəkdən, 2 dənə börək venası hər birindən ayrı-ayrı çıxmış olur. Yəni cavabımız D variantı olacaq. 1, 2, 5. İkinci, insanda gözün köməkçi aparatının qüsurudur. Təbii ki, çəpgözlülük gözü hərəkət etdirən əzələlərin qüsuru nəticəsində formalaşmış olacaq. Cavabımız B variantı olacaq. Bir hüceyrələr yarım aləminə aid deyildir. Doğru götürübdür cavabı aktiniya. Çünki aktiniya çox hüceyrəli olan bağırsaq boşluqlar tipinin nümayəndəsinə aiddir. Meçurin tərəfindən sarı bel fler ilə Kitaykanın çarpazlaşdırılmasından alınan bitkilərin meyvələri əvvəlcə turş oldu. Bu əlaməti aradan qaldırmaq üçün əlbəttə ki, hər ikisini çarpazlaşdırdıqda hibrid əmələ gəlmişdir. Həmin hibrid gördü ki, turşdur. Sonradan yenidən ona şirin və dadlı olan, iri olan meyvəsi sarı bel flerin qələmlərini calaq etdi. Yəni cavabımız A variantı olacaq. Hibridlərin çətirinə sarı bel flerdən götürülmüş qələmlər calaq edildi. Çay xərçənginin xitin dişçikləri yerləşir. Təbii ki, mədənin bilavasitə qida borusu ilə birləşmiş şöbəsində. Çünki biz bilirik ki, çay xərçəngin mədəsi 2 hissədən ibarətdir. Böyük hissə, sonra kiçik hissədən ibarətdir. Birinci üydücü hissə, sonra süzücü hissə gəlmiş olur. Üydücü hissəsində xitin dişçiklərə rast gəlinir. Qlikozanın glikogenin prosesini tənzimləyən hormonun tərkibinə daxildir. Biz bilirik ki, bu insulin hormonudur ki, mədə-altı vəzin daxili sekresiya funksiyasını yerinə yetirən hüceyrələr tərəfindən sintez olunmuş olur ki, bunun da tərkibinə sink daxildir. Postembrional inkişafında tənəffüs orqanlarının daha çox müxtəlifliyinə rast gəlinir. Qurbağa həm dəri tənəffüsü, həm də ağciyər tənəffüsü. İnsan ödü haqqında hansı ifadə doğru deyildir? Təbii ki, tərkibinə eritrositlərin parçalama məhsulları daxildir. Bilirik ki, qaraciyər eritrositlərdir, yəni ölmüş qanın formalı elementləridir. Üstəgəl azotlu birləşmələri belə deyək, öd vasitəsilə nazik bağırsaqdan kənarlaşdırılır. Qaraciyərdən nazik bağırsağa öd axmış olur. Öd kisəsindən nazik bağırsağa axır doğrudur. Bağırsaqların hərəkətini sürətləndirir, peristaltikasını sürətləndirir doğrudur. Yağların kimyəvi yox, mexaniki həzmini həyata keçirir. Bəzi balaca quşlar öz yuvalarını qartal yuvalarının yanında qururlar. Qartal onları yemir. Onlar qartal hesabından yırtıcılardan qorunur. Bu zaman qartal ilə həmin quşlar arasında hansı münasibət formalaşır? Qartal üçün neytral, quşlar üçün isə müsbət bir xüsusiyyətdirsə, bu kommensalizm olmuş olacaq. İnsan skeletində ətrafların neçə sümük bilavasitə gövdə sümüklərinə birləşir. Biz bilirik ki, döş sümük hissəsinə 2 dənə körpücük birləşmiş olur və aşağıdan oma hissəsinə isə 2 dənə çanaq birləşmiş olur. Ümumilikdə insanın gövdə sümüklərinə 5 dənə sümük kənardan birləşmiş olur. Bunların elə 4 dənəsi aiddir, ətrafların skeletinə aiddir. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. İlan və tısbağa göstərilmişdir və bizdə suda və quruda yaşayan nümayəndələri həm ilanın, həm də tısbağanın bilirsiniz ki, var. Çənələrində dişlər olmur tısbağalarda. Göz qapaqları qovuşmuş və şəffaflaşmışdır. İlanda çənələri elastik bağlara malikdir. Təbii ki, ilanlarda çanağa malikdir. Tısbağalarda ürəyi 3 kameraldır. Hər ikisində o zaman cavabımız 1-də 3, 4, 2-də 2, 5 və 3-də 1, 6 olacaq. Adi gicitkən xarici görünüşcə yandırıcı gicitkəni xatırlatması aid olacaq ikinci növ maskalanmaya. Çünki birinci növ ətraf mühitə uyğunlaşma idi. Məsəl üçün, yaşıl şalanın ətrafdakı yaşıl otlara bənzəməsi idi. Amma adi gicitkənin xarici görünüşcə yandırıcı gicitkənə oxşaması, sifrit milçəyinin və yaxud da ki, şüşə kəpənəyinin arıya oxşaması bunlar ikinci növ maskalanma idi. Hansı xromosom mutasiyasıdır? Şagirdimiz düzgün qeyd edibdir. Lejen sindromu xromosomun 5-ci cüt xromosomun bir hissəsinin itkisi nəticəsində yaranmış olurdu. Azxantroplar pitekantroplardan fərqli olaraq biz bilirik ki, pitekantroplar paltar giymirdilər, sürü halında yaşayırdılar. Azxantroplar isə dəridən paltar geyinirdilər. Badımcan çiçəklilərin biz bilirik ki, badımcan çiçəklərin bədənindən xüsusi ifrazat maddələri ayrılmış olur, xüsusi alkaloidlər ifraz olunmuş olur. Gövdə və yarpaqlarında doğrudan da ifrazat toxumasına rast gəlinir.
Əksəriyyəti küləklə çarpaz tozlanır. Doğrudur. Çiçəklərində bitişik ləçəklər qayıqçıq adlanır. Daha doğrusu əksəriyyəti küləklə tozlanır fikri yanlışdır. Çiçəklərində bitişik ləçəklər qayıqçıq bu paxlallara aiddir. Əksər nümayəndələri ağac şəkillidir. Fikri yanlışdır. O şəkilli nümayəndələri daha çox geniş yayılmışdır. Çiçəyində struktur elementlərin sayı K5, L5, Y5, D1 üstəgəl çiçək yatağı və çiçək saplağı bərabər edir 18. Kök böhrəsi. Kök böhrəsi təbiidir ki, əmələ gəlir kökün üzərindəki əlavə tumurcuqlardan. Əlavə tumurcuqdan isə zoğlar əmələ gəlir ki, kök böhrəsi zoğdur, amma zoğ təbii ki, kökün üzərindəki əlavə tumurcuqların inkişaf etməsi nəticəsində əmələ gələcək. Başlanğıc bakteriya sayı 5-dir. Bölünməyə sərf olunan zaman 110 dəqiqədir. Bölünmə nəticəsində əmələ gələn bakteriyaların sayı 160-dır. 5-i vuraram 2 üstü n bərabərdir 160-a. 2 üstü n bərabərdir 160-ı 5-ə böldükdə 32. 2 üstü n bərabərdir 2 üstü 5-ə və n bərabər oldu 5-ə. Deməli ki, bölünmələrin sayı 5 olduğuna görə 110-u 5-ə böldükdə 22 edər. Cavabımız B variantıdır. İnsanın baş beynindən çıxan sinirlərdən 3 cütü hissi, 5 cütü hərəkət, 4 cütü isə qarışıqdır. 31 cütündə onurğa beynindən çıxan sinirlərin hamısı qarışıqdır. 4 cütünə cəmi 35 cütə bərabər olmuş olacaq. Ümumilikdə, yəni mərkəzi sinir sistemindən çıxan sinirlərin sayı 43 cüt olduğuna görə 35-i 43-ə bölərik, vurarıq 100-ə. Cavabımız edəcək 81,4. Sonra baxırıq növbəti insanda daxili sekresiya vəzlərinin sayı boyun nahiyəsində yerləşən bilirik ki 5 ədəddir. Döş boşluğunda yerləşən isə 1 ədəd timus vəzsidir. Bu zaman cavabımız D variantı 6-ya bərabər olacaq. Hansı məməlilərin torpaq üzərində, ağacda, torpaqda yaşayan, həm də yarımsu həyat tərzi keçirən növləri vardır. Təbii ki, bu gəmiricilər olacaq. Çünki gəmiricilərə daxil olan ondatra, qunduz, suda yaşayır, ağacda, torpaqda, yəni hər yerdə yaşayan nümayəndələrinə rast gəlinir. Həcmi A kubmillimetr olan insan spermasında spermatozoidlərin minimum sayı əgər 20 milyondursa, biz bilirik ki, minimum 20 milyona bərabər olmuş olur. Əgər 60-ı 20 milyona bölsək, bu zaman A kubmillimetrimiz 3 kubmillimetrə bərabər olacaq. Qanda eritrositlərin maksimum sayı isə biz bilirik maksimum sayı 5 vurulsun 10 üstü 6-dır. Yəni 5 milyona bərabər. 5-i də 3-ə vurduqda cavabımız A variantı 15-ə bərabər olacaq. Mitokondri var, amma hüceyrə tənəffüsündə iştirak etmir. Təbii ki, yetkin öküz soliteri olacaq. Doğru yazıbdır. Çünki yetkin öküz soliteri nazik bağırsaqda yaşayır. Ona görə də o anaerob tənəffüs etmiş olur. Yəni glikoliz prosesi nəticəsində öz enerjisini təmin etmiş olur. Tozcuq borusu əmələ gəlmir. Şagirdimizin də qeyd etdiyi kimi söyüdün sarımtıl çiçəkləri erkək olduğuna görə orada əmələ gəlməyəcək. Söyüdün yaşıl çiçəkləri dişi olduğuna görə tozcuq borusu əmələ gələcək. Doğru yazıbdır. Günə baxan dilci şəkilli çiçəkləri erkəyi dişisi 0 olduğuna görə orada olmayacaq. Eşşək qanqalının boru şəkilli çiçəklərində təbii ki, həm erkəkçi, həm dişici olduğuna görə doğrudur. Qağdalının süpürgə çiçək qrupu erkək olduğuna görə yanlışdır. Zəncirotun dilci şəkilli çiçəklərində isə belə deyək, tozcuq borusu əmələ gəlmir deyirsəm, cavabımız olacaq 1, 3, 5 doğru variantdır. Zəncirotunun dilci şəklində isə əmələ gəlmiş olacaq. Doğru cavablarımız əmələ gəlməyənlər 1-ci, 3-cü və 5-ci variantlar oldu ki, elə hamısı belə deyək, 1 ilə 5 erkək olduğuna görə, 3-də isə ümumiyyətlə nə erkək, nə dişiciyə rast gəlinmədiyinə görə. Normal həyat dövranında hansı elementlərin yetkin fərdləri insan bədənində parazitlik edə bilər? Deməli, exnokokun yetkin fərdi yırtıcı pişikdir, itdir, ayıdır. Bunlarda parazitlik etmiş olur. Sonra öküz soliterinin yetkin fərdi insanda parazitlik edir. Qaraciyər sortusu insanda parazitlik edir. Ankilostoma insanın nazik bağırsağında parazitlik edir. Nereid ümumiyyətlə parazitlik etmir. Toksoplazmada pişikçimlərdə bilirsiniz ki, parazitlik etmiş olur. İnsan aralıq sahibi olur. Ona görə də yenə də şagirdimiz 2, 3, 4
doğru qeyd etmişdir. Psilofitlərə aid olan doğru variantları seçək. Baxaq, bilavasitə mamır kimlərə başlanğıc veriblər? Xeyr, yosunlar. Bir tərəfdən psilofitlərə, digər tərəflərdən mamıra başlanğıc veribdirlər. Ona görə birinci fikir yanlışdır. Bədəninin üzəri pulcuqlarla örtülmüş və ağızcıqlara malik olublar. Torpaq rizoidlər vasitəsilə birləşmişlər. İlk dəfə psilofitlərdə ordovik dövründə mexaniki örtü götürücü toxumalar əmələ gəlmişdir. Sporlu bitkilərlə, ali sporlu bitkilərlə ibtidai bitkilər arasında keçid formu olmuşdur. O zaman deməli bu fikir də yanlış olacaq. İlk su bitkiləri yox, ilk quruya çıxan bitki olmuşdur, amma ağac və ota bənzər formaları olubdur. Özdə yəni suyun kənarında bitiblər. Ona görə şagirdimiz doğru qeyd etmişdir. 2, 3, 4 doğru variantlardır. Biz bilirik ki, canlı toyuqda 78 2-ni 78 xromosoma rast gəlinir. Onun haploid dəsti n bərabərdir 39-a və onun 38 dənəsi belə deyək də, onun 38 dənəsi autosomdur və bir dənəsi isə cinsiyyət xromosomudur. Göründüyü kimi şagird bölən zaman 78 böldükdə 36 qeyd edib, yanlışlığa yol veribdir. Cinsiyyət vəzlərinin yetişmə mərhələsinə keçən ilkin cinsiyyət hüceyrələrinin sayı. Təbii ki, görürsünüz ki, şagird də qeyd edib ki, 5 dənə ilkin cinsiyyət hüceyrəsindən 15 dənə sonunda yönləndirici cisimcik əmələ gəlmiş olur. Sadəcə 15 dənə yönləndirici cisimciyi 36 yox 38-ə vurub və cavab olaraq 570 almalı idi. 27-ci sual. Uyğunluğu müəyyən edin. A. Quş mamırının proteneması aid olar hara? Biz bilirik ki, quş mamırının protenemasında ümumiyyətlə üzərində qametlər əmələ gəlmirdi. Sadəcə tumurcuqlar əmələ gəlirdi. Ondan da yetkin mamır inkişaf edirdi. Ona görə A-nı doğru yerə yazıbdır. B. Üzərində arxegoni olan quş mamırı. Arxegoni varsa, arxegoni yəni yumurta hüceyrənin yaranmasında iştirak edən dişi quş mamırının üzərində olmuş olur. Bu fikir də doğrudur. Qatır quyruğunun yaşıl zoğunda biz bilirik ki, heç bir qamet əmələ gəlmir. Ona görə doğru yerə qeyd edibdir. Üzərində anteridi olan quş mamırı. Anteridi erkək, yəni qametlərin əmələ gəlməsində iştirak edir. Burada isə elə variant olmadığına görə D-ni heç birinə qeyd etmirik. Erkək qıcının protalında həm dişi, həm də erkək fərqlər əmələ gəlmiş olur. Ona görə də 1Y, 2B, 3AC doğru qeyd edibdir. Həkim müayinəsindən keçən insanda Klinefelter, biz bilirik ki, Klinefelter 44 plus X, Y şəklində olacaq. Onun A orqanında qandakı zəhərli maddələrin əksər hissəsi zərərsizləşdirilir və qlukozanın artıq hissəsi glikogenə çevrilir. Biz bilirik ki, qaraciyər toksinləri təmizləyir, həmçinin qlikozanın glikogenə çevrilməsində iştirak etmiş olur. B orqanında isə qanın damarlar üzrə hərəkət ardıcıllığı arteriya, kapilyar vena şəklində olacaq. Təbii ki, doğru qeyd edibdir. Bu da böyrək olmuş olacaq. Getirici arteriya, kapilyar yumacıq, çıxarıcı arteriya, kapilyar arteriya ardıcıllığına uyğundur. Sonra qutardıqdan sonra qıvrım kanalcıqların ətrafındakı kapilyar şəbəkədən nefron venasına keçməsi isə arteriya, kapilyar venaya uyğun gələcək. Eritrositin B orqanına gedib çatması üçün A orqanından hansı damarla çıxdığını, A orqanından biz bilirik ki, söhbət A orqanı qaraciyər, B orqanı isə böyrək olur. Biz bilirik ki, qaraciyərə vena qapı venasından girir, çıxanda isə qaraciyər venasından çıxır. Ona görə qaraciyər venası olmalı idi. Sonra çıxdığını və ürəyin kameralarından hansı ardıcıllıqla keçdiyini müəyyən edin. Təbii ki, çirkli qan aparıldığına görə sağ qulaqcıqdan gedəcək sağ mədəciyə, oradan keçəcək sol qulaqcığa. Deməli, sağ qulaqcıq, sağ mədəcik, sol qulaqcıq, ondan isə sol mədəcik vasitəsilə aortaya vurulmuş olacaq. Bəli, şagirdimiz də doğru qeyd etmişdir. 29. Qanın formalı elementlərinin sayının normalda olduğunu qəbul edərək B orqanına daxil olan qanın 100 ml-də X xromosomlarının minimal sayını hesablayın. Cavabınızı həllini yazmaqla əsaslandırın. Biz bilirik ki, 1 ml-imiz 10 üstü. Bəli, 100 ml sayını hesablayın, cavabınızı həllini yazmaqla əsaslandırın. 100 ml-imiz 10 üstü 5 kub millimetrə bərabərdir və qanın formalı elementləri dedikdə eritrosit, trombosit və leykosit nəzərdə tutulur.
tutulur. Yadımızdan çıxartmamalıyıq ki, eritrositlərin yetkinində və trombositlərdə ümumiyyətlə xromosomlara rast gəlinmir. O zaman leykositlərə diqqət yetirərik və minimal sayını istəyirsə 4-10 mindən 4000-dən yola çıxarıq, 4000-dən. İndi gəlin hesablayaq. Əgər 1 kub millimetr qanda 4 vurulsun 10^3 vurulsun 2 sayda xromosoma rast gəlinərsə 10^5-də nə qədər xromosoma rast gəlinər? 8 vurulsun 10^8 sayda xromosoma rast gəlinər. Cədvəli tamamlayın. B orqanı ilə eyni bədən boşluğunda yerləşən B orqanımız nə qeyd etmişdik? Biz böyrək qeyd etmişdik. Böyrəklə eyni bədən boşluğunda yerləşən endokrin sistemə aid olan vəzlərin adları təbii ki, bax mədə-altı vəzi, qarışıq vəzi, mədə altı vəzi, qarışıq vəzi bir ədəd olmaqla düzgün qeyd edibdir. Qaraciyər bir ədəd olmaqla xarici doğru qeyd edibdir. Böyrək üstü 2 ədəd olmaqla daxili doğru qeyd edibdir. Demək ki, B orqanı böyrəklərdir. Yenə dediyimiz kimi 2 dənə böyrək üstü vəzi olacaq. Orada endokrin sistem vəzlərindən mədə-altı vəzlər olacaq və qaraciyər xarici sekresiya vəzi olmuş olacaq. Qanı B orqanına bilavasitə gətirən damarın adı isə biz bilirik ki, böyrəyə gələn damarın adı qarın aortasından ayrılmış böyrək arteriyasıdır.